Deməli, trapesiya nə idi? Yalnız iki tərəfi paralel olan dördbucaqlara biz trapesiya deyirdik. Yalnız iki tərəfi paralel olan dördbucaqlı olurdu trapesiya. Paralel tərəflərə trapesiyanın oturacaqları, digər iki tərəfə isə trapesiyanın yan tərəfləri deyilirdi. Trapesiyada yan tərəfə bitişik olan iki bucağın cəmi 180 dərəcə olurdu. Çünki onlar daxili bir tərəfli bucaq idi deyə A ilə B-nin, C ilə də D-nin cəmi 180. Söhbət ixtiyari trapesiyadan gedir. Burada A ilə C-nin və yaxud A ilə D-nin heç bir əlaqəsi yox idi. Yəni, məsələn, bura 50-dir, bura 130-dur, bura 140-dırsa, bura 40-dır. Bunların bir asıllığı yoxdur. Sadəcə bu ikisinin cəminin 180 olmasının səbəbi də iki paralel düz xətti, üçüncü düz xətlə kəsikdə alınan daxili bir tərəfli bucaqlar olmasıdır. Yəni, bundan başqa bir əlaqə yoxdur bucaqlar. Təbii ki, bu bir dördbucaqlı olduğu üçün 4 dənə daxili bucağın cəmi 360 eləməlidir. Bu da öz yerində. Sonra orta xətt məsələsi. Ümumiyyətlə, yan tərəflərin ortasını birləşdirən parçanın adına biz orta xətt deyirik. Bu orta xəttin diaqonallar ilə, məsələn, tutaq ki, AC diaqonalı və yaxud da ki, BD diaqonalını çəkirəm. BD-ni çəkdim. Buradakı kəsişmə nöqtəsinə F deyirəm. Əgər bu oturacaq A, bura B-dirsə, Fales teoreminə görə F nöqtəsi də bu diaqonalın ortası olduğu üçün MF ABD-nin orta xəttidir. Ona görə də MF-in uzunluğu A bölü 2-dir. FN isə BCD-nin orta xəttidir. Ona görə B bölü 2-dir. Və nəticədə çıxır ki, bizim M-in orta xəttimiz A bölü 2 ilə B bölü 2-nin cəminin yarısı olaraq A üstəgəl B bölü 2 olur. Yəni, oradan alınır ki, trapesiyanın orta xətti oturacaqlar cəminin yarısıdır. Biz o biri diaqonalda çəksək, bu kəsişmə nöqtəsinə də Y desək, yenə deyə bilərik ki, bu MY B bölü 2-dir. MY B bölü 2-dir. YN isə A bölü 2-dir. Və beləliklə bu diaqonalların kəsişmə nöqtələri arasında qalan YF olur A bölü 2 ilə B bölü 2-nin fərqinin yarısı. Yəni, A minus B bölü 2. Buna, bu YF parçasına, məsələlərin şərtində sözlə deyəndə deyir ki, məsələn, orta xəttin diaqonallar arasında qalan hissəsi. YF, orta xəttin diaqonallar arasında qalan hissəsidir. Bu hissə oturacaqlar fərqinin yarısına bərabərdir. Və yaxud o YF-i belə də deyirlər, diaqonalların orta nöqtələri arasındakı məsafə. Çünki Y və F nöqtələri AC və BD diaqonallarının orta nöqtələri olduğu üçün həmin o iki nöqtə arasındakı məsafə trapesiyanın oturacaqları fərqinin yarısına bərabər olur. Trapesiyanın tərəflərin iki növü də var. Müxtəlif tərəfli trapesiyadan başqa bərabər yanlı və düzbucaqlı trapesiya anlayışı var. Bərabər yanlı trapesiya yan tərəfləri bərabər olan trapesiya deməkdir. Yəni, ABCD trapesiyasının yan tərəfləri bərabər olursa, buna deyirik bərabər yanlı trapesiya. Bərabər yanlı trapesiyada biz əsasən hündürlük tapmaq və s. məsələlər işləyirik. Ümumiyyətlə, trapesiyanın oturacaqları arasındakı məsafə onun hündürlüyü deyil. Fərqi yoxdur, bərabər yanlıdır, düzbucaqlıdır, ixtiyaridir. Yəni, bunu da məsələdə bu təpədən və ya bu təpədən çəkmək daha səmərəlidir. Yəni, biz bunu ortadan da çəkə bilərik, belə. Bunların hamısı eyni boydadır. Amma məsələnin həlli üçün biz hündürlüyü həmişə təpə nöqtələrdən endirməyə çalışırıq ki, məsələni həll edə bilək. Çünki biz hündürlüyü endirdiyimiz zaman düzbucaqlı üçbucaqlar əldə edirik. Qeyd edeyim ki, bərabər yanlı trapesiyanın yan tərəfləri bərabər olduğu üçün hündürlüyü endirdikdən sonra kənarda qalan hissələrdə bir-birinə bərabər olur. Ortada düzbucaqlı alındığı üçün orta B olur. AH və ya KD hissələri bir-birinə bərabər olduğu üçün onların uzunluğu A minus B bölünsün 2 olur. Yəni, bu hissələr A minus B böl 2 olur. Yəni, başqa sözlə, oturacaqlar fərqinin yarısı olur. Buradan da belə bir nəticə çıxırdı ki, bərabər yanlı trapesiyalarda kör bucaq təpə nöqtəsindən oturacağa hündürlük endirdikdə oturacaq iki hissəyə bölünür. Kiçik hissə oturacaqlar fərqinin yarısına, böyük hissə isə oturacaqlar cəminin yarısına. Başqa sözlə, buranın uzunluğu elə orta xəttin uzunluğuna bərabər olur. Bu, yalnız və yalnız bərabər yanlı trapesiyada baş verir. Çünki baxın, buradan toplasaz B ilə A minus B bölü 2-ni ortaq mərazi gətirəndə olur A üstə gəl B bölü 2. Yəni, başqa sözlə orta xəttin uzunluğu olur.
Belə bir şərt var və məsələlərdə də lazımımız olur, sahə dərsində də lazımımız olur. Əgər bərabəryanlı trapesiyanın diaqonalları qarşılıqlı perpendikulyar olarsa, onun orta xətti ilə hündürlüyünün uzunluğu bir-birinə bərabər olur. Əgər, yəni bax bu şərt var, AC ilə BD perpendikulyar olarsa, o zaman bu trapesiyanın orta xətti ilə hündürlüyünün uzunluğu bir-birinə bərabər olur. Bunun da tətbiqi məsələlərdə qabağınıza çıxır. Sonra, məsələn, bərabəryanlı trapesiya haqqında belə bir məsələ nümunəsi göstərək. Bax, deyir ki, bərabəryanlı trapesiyadır. Oturacaqları 7 və 25-dir. Və bərabəryanlı trapesiya dedik. Diaqonal yan tərəfə perpendikulyar. Diaqonal yan tərəfə perpendikulyardır deyəndə onsuz da fərqi yoxdur. Diaqonalları biz bilirik ki, bərabəryanlı trapesiya haqqında burada danışanda qeyd eləmək yadımdan çıxdı. Bərabəryanlı trapesiyanın oturacağına bitişik bucaqları bərabər olur. Yəni, bura alfadır, bura betadırsa, burada betadır. Və bərabəryanlı trapesiyada diaqonalların uzunluqları bərabər olur. Bunları bilək. İndi, bizə burada deyəndə ki, bərabəryanlı trapesiyanın diaqonalı yan tərəfinə perpendikulyardır. Bunun heç bir fərqi yoxdur ki, biz hansı diaqonalı çəkdik. Və tutaq ki, bizdən bu trapesiyanın yan tərəfinin uzunluğunu istəyir. Bu yan tərəfin uzunluğunu tapmaq üçün mən buradan hündürlük endirəcəm. Bu endirdiyim hündürlük buranı iki hissəyə böldü. Bu hissə, iki hündürlük çəkib də görə bilərik, oturacaqlar fərqinin yarısına bərabərdir. Yəni 18-in yarısı 9. Bura 9-dursa AH-ın da uzunluğu 25 çıxılsın 9, 16-dır. İndi bundan sonrası artıq bizdə düzbucaqlı üçbucağın xassəsinə görə gedir. Bu üçbucağa diqqət etsək, bu bir düzbucaqlı üçbucaqdır. Üçbucaq AC-dir. Bu düzbucaqlı üçbucaq olduğu üçün də düzbucaq təpəsindən hipotenuza endirilmiş hündürlüyün kvadratı proyeksiyaların hasilinə bərabər idi. Yəni 16-nı vurduq 9-a, 144. Hündürlük neçə oldu? 12. Hündürlük 12 isə buradan da Pifagora görə biz məsələn bunu tapdıq 15. Nə bilim perimetri istəsə perimetri də tapa bilərdik. Və yaxud buradan diaqonal istəyə bilər, diaqonal 20 ola bilər. Aydın mı? Yəni bu məsələnin içində bir çox hissəyə qədər ayrı-ayrı məsələlər görürük biz. Düzbucaqlı trapesiya. Düzbucaqlı trapesiya nə idi? Bucaqlarından biri düz bucaq olan trapesiyaya deyilirdi düzbucaqlı trapesiya. Təbii ki, biri düz bucaq deyəndə başqa bir düz bucaq olur. Çünki biz bilirik ki, bir yan tərəfə bitişik olan iki bucağın cəmi 180 dərəcədir. Düz bucaqlı trapesiya haqqında bilməli olduğunuzdan biri o idi ki, buradan kör bucaq təpəsindən endirdiyiniz hündürlüyün uzunluğu elə bunun AB tərəfi ilə eyni boydadır. Yəni, məsələn, bizə verib ki, bura 7-dir, bura 16-dır. Tutaq ki, buranı da veribdir 45 dərəcə, deyir ki, AB-ni tap. Ona başa düşür ki, oraya 7 qalır. Oraya 7 olandan sonra burada 9 olur. Bu bərabər yanlı düzbucaqlı bucaq olur. Burada 9 olur, qayıdıb gəlir. Burada 9 olur. Və yaxud bu tərəf istəyirsə 9 kök 2 olur. Yəni, o hündürlüyü endirəndə ABSH-ın düzbucaqlı olduğunu və SH-ın da AB-yə bərabər olduğunu başa düşməliyik. Sağ ol. Düzbucaqlı trapesiyada burada da yenə bir şərt cümləsi var. Bu cümlədən də ta ki, bura H, bura A və B isə, burada da deyilir ki, əgər düzbucaqlı trapesiyanın diaqonalları qarşılıqlı perpendikulyar olarsa, onda H-ın kvadratı oturacaqların hasilinə bərabər olur. Yəni, bu həmişə deyil. Qabağındakı bu şərt ödəndiyi zaman, yəni hər düzbucaqlı trapesiyanın hündürlüyünün kvadratı oturacaqların hasili deyil. Bunlara diqqət eləmək lazımdır. Bu da belə. Düzbucaqlı trapesiya haqqında da bilməli olduğumuz bunlardır. Gələk indi dördbucaqların daxilə və xaricdə çəkilmiş çevrə məsələləri. Üçbucaqlarda istənilən üçbucağın həm daxilə, həm xaricdə çevrə çəkmək mümkün idi. Amma dördbucaqlarda bu belə deyil. Dördbucağının xaricinə çevrə çəkmək üçün və yaxud daxili çevrə çəkmək üçün müəyyən şərtlər ödənməlidir. Xarici çevrə çəkmək üçün hansı şərt ödənirdi? Qarşı bucaqlarının cəmi 180 dərəcə olurdu. Yəni, A ilə C-nin cəmi, həmçinin də B ilə D-nin cəmi 180 dərəcə olmalıdır. Yəni, dördbucaqlının qarşı bucaqlarının cəmi 180 dərəcə olarsa, onun xaricinə çevrə çəkmək mümkündür. Bu şərt ödənməlidir. Dördbucaqlının daxilinə çevrə çəkməyin şərti o idi ki, qarşı tərəflərinin cəmi bərabər olmalıdır. Yəni, məsələn, biz bu, tutaq ki, belə bir dördbucaqlımız var, ABC-dir.
Bunda tərəflərini işarələyək. A, B, C deyiləm. Biz deyirik ki, burada A və C-nin cəmi ilə B ilə D-nin cəmi bərabər olarsa, bu dördbucaqlının daxilinə çevrə çəkə bilirik. Yəni, bu şərtlər hansı dördbucaqlılarda ödənirsə, biz həmin dördbucaqların daxilə və xaricə çevrə çəkə bilirik. Biz daxilə çevrə çəkə bildiyimiz istənilən dördbucaqlının radiusunu 2S bölünsün P düsturu ilə tapa bilərik. Bu sahəni göstərir, bu da perimetr. Bəzi kitablarda bunu S bölünsün P kimi, yəni sahə və yarım perimetr kimi də yazırlar. İndi bəzisində belə yazır, bəzisində elə. Onsuz da hansında yazanda düsturda nəyin nə işarə etdiyini bildirirlər. Yəni bu istənilən daxilinə çevrə çəkilə bilən çoxbucaqlıya aiddir. Üçbucaqlıda da onsuz da bu düstur var. 2S bölünsün A üstə gəl, B üstə gəl, C. Həmin düsturdur. İndi biz gələk nəyin daxilinə və xaricinə çevrə çəkə bilərik və onun radiusu nəyə bərabərdir? Paralelogramın nə daxilinə, nə də xaricinə çevrə çəkmək mümkün deyil. Çünki paralelogram bu dediyimiz iki şərtin heç birini ödəmir. Rombun yalnız və yalnız daxilinə çevrə çəkə bilirik. Çünki dörd tərəfi də A olduğu üçün qarşı tərəflərinin cəmi bir-birinə bərabərdir. Yəni bunun ancaq daxilinə çevrə çəkmək olur və həmin çevrənin, şəkil biz yaxşı çəkməmişəm, çəkmişəm. Həmin çevrənin radiusu bunun hündürlüyünün yarısıdır. Bir də alınma diaqonallarla bağlı olan düstur var. D1, D2 bölünsün 2 kök altda. D1 kvadrat üstə gəl, D2 kvadratı. Bu da diaqonalları verilən zaman tapmaq üçündür. Yəni bizə əsasən tutaq ki, deyir ki, rombun perimetri 40-dır, iti bucağı 30-dur. Daxilə çəkilmiş çevrənin radiusunu tap. Əgər bunun perimetri 40-dırsa, hər tərəfi 10-dur. Biz başa düşməliyik ki, bunun daxilə çəkilmiş çevrənin radiusu hündürlüyünün yarısıdır. Yəni mən bunun hündürlüyünü tapsam 5, radius da hündürlüyün yarısı olduğu üçün olar 2/5. Yəni rombun yalnız daxilə çevrə çəkə bilərik və həmin çevrənin radiusu hündürlüyün yarısı. Bir də diaqonallarla olan düsturda var təbii ki. Məsələn bizə diaqonalları veribsə, tutaq ki, biri 10-dur, 10 olmasın, biri 10, biri 24. Məsələn o düsturda yerinə qoyub biz radiusu tapa bilərik. Gəldik düzbucaqlıya. Düzbucaqlının isə yalnız xaricinə çevrə çəkə bilərik. Çünki qarşı bucaqlarının cəmi 180, bütün bucaqları 90 dərəcə olduğu üçün bunun qarşı bucaqlarının cəminə 180 olduğu üçün xaricə çevrə çəkmək olur. Və bunun xaricə çəkilmiş çevrənin mərkəzi gəlir ki, diaqonalların kəsişmə nöqtəsinə. Əgər çevrənin mərkəzi diaqonalların kəsişmə nöqtəsidirsə, diaqonal diametrə bərabərdir. Ona görə də radius diaqonalın yarısıdır. Yəni məsələn, tərəflər 12 və 5-dirsə, biz Pifaqordan tapırıq ki, diaqonalımız 13-dür. Diaqonalımız 13 olduğu üçün xaricə çəkilmiş çevrənin radiusu da 13-ün yarısı, yəni 6/5-dir. Kvadratın həm daxilinə, həm də xaricə çevrə çəkmək mümkündür. Kvadratın daxilinə və xaricinə çəkilmiş çevrə, ümumiyyətlə kvadrat düzgün çoxbucaqlı olduğu üçün daxilinə və xaricə çəkilmiş çevrələr konsentrik çevrələrdir və mərkəzləri, yəni konsentrik nə deməkdir? Mərkəzləri üstə düşən çevrələrdir. Və biz kvadratın tərəfini A olaraq qəbul etsək, onun daxilinə çəkilmiş çevrənin radiusu A/2-dir. Xaricinə çəkilmiş çevrənin radiusu isə diaqonalının yarısıdır. Diaqonal da A/2 olduğu üçün ona görə xaricə çəkilmiş çevrənin radiusu A/2/2 olur. Bu olur kvadratın daxilinə və xaricə çəkilmiş çevrələrin radiusu üstüdür. Sonra trapesiya. Trapesiyalarda düzbucaqlı, bərabər yanlı və yaxud da ki, müxtəlif tərəfli, yəni ixtiyari. Daxilinə çevrə çəkmək olur, o zamanki şərt ödənir. Yəni, bərabər yanında da çevrə çəkmək olar, əgər qarşı tərəflərin cəmi bərabərdirsə. Düzbucaqlılara çəkmək olar, ixtiyarda da çəkmək olar. Yenə şərt ödənirsə. Məsələn, bizə deyir ki, bərabər yanlı trapesiyanın oturacaqları 8 və 18 olarsa, bunun daxilinə çəkilmiş çevrənin radiusudur. Deməli, məsələdə dedik ki, bunun daxilinə çəkmək çevrənin radiusu. Bunun daxilinə çevrə çəkmək olubsa, bunun birinci yan tərəfini tapa bilərik. Çünki daxilə çevrə çəkildiyi üçün qarşı tərəflərinin cəmi bərabərdir. C oldu 13. Yəni, yanları tapdıq ki, 13-dür. İndi çevrənin radiusu nəyə bərabərdir? Hündürlüyün yarısıdır. Yəni, mənim məqsədim hündürlüyü tapmaq olmalıdır. 2 dənə hündürlüyümüzü endirsək, bura 8. Bunlar da 5-5 olduğu üçün hündürlük olur 12. Hündürlük 12-dirsə, radius hündürlüyün yarısı olaraq 6-dır. Yəni, trapesiyaların daxilinə çevrə çəkdikdə çevrənin radiusu hündürlüyün yarısı olur. Bu, düzbucaqlı trapesiya da ola bilər. Düzbucaqlı trapesiyalara daxilə çevrə çəkiləndə yenə çevrənin radiusu hündürlüyün yarısıdır. Düzdür.
Bunun üçün ayrıca bir düstur var, amma həlli tələb olunanda onu qəbul eləməyəcəklər. A vurulsun, B bölünsün, A üstə gəl B. Trapesiyanın, düzbucaqlı trapesiyanın daxilinə çəkilmiş çevrənin radiusudur. Məsələn, bunu tutaq ki, oturacaqları 4 və 12-dir. Oturacaqları 4 və 12-dir. Deyir, bunun daxilinə çəkilmiş çevrənin radiusu. Biz bu düsturla onu hesablaya bilərik. Edir 3. Amma ətraflı həll tələb olunan sualda biz bunun həllini yazmalıyıq. Nə etməliyik? Biz bilirik ki, qarşı tərəflərin cəmi bərabər olduğu üçün bunun yan tərəflərinin cəmi neçə eləməlidir? AB ilə CD-nin cəmi 16 eləməlidir. Mən bura x desəm, bura olar 16 minus x. Və buradan hündürlüyü endirsək, bura 4-dür, bura 8-dir, burada x-ə bərabərdir. Pifagor teoremi edirik, x-in kvadratı üstə gəl 8-in kvadratı, 16 minus x kvadratı. Yəni x kvadrat üstə gəl 64 bərabər 256 minus 32x plus x kvadratı. X kvadratları getdi. 32x bərabər 192, x də bərabərdir 6. X 6-dır. Radiusda hündürlüyün yarısı olduğu üçün olur 3. Yəni ətrafında bunu belə yazmalıyıq. Amma gördünüz ki, qapalı sualda həllini istəmir. Bu düsturdan daha tez vaxta qənaət eləmək olar. Xaricinə çevrə çəkilə bilən yeganə trapesiya bərabəryanlı trapesiyadır. Nə düzbucaqlı trapesiyanın, nə müxtəlif tərəfli trapesiyanın xaricində çevrə çəkmək mümkün deyil. Bunun üçün xüsusi bir düstur yoxdur. Yəni, amma məsələdə oxuyanda ki, trapesiyanın xaricinə çevrə çəkilmişdir, artıq siz başa düşməyəsiniz ki, o ancaq bərabəryanlı trapesiyadır. Niyə? Çünki yalnız qarşı bucaqlarının cəmi 180 dərəcə şərtini ödəyən trapesiya növü bərabər yanlı trapesiyadır. Bundan başqa heç bir trapesiyada bu şərt ödənmir. Burada xüsusi bir düstur yoxdur. Məsələnin gedişatına görə nələrsə ortaya çıxacaq. Düzgün çoxbucaqların daxilinə və xaricə çəkilmiş çevrələr. Düzgün üçbucağın bilirik onsuz da. Daxilinə çəkilmiş çevrə A kök 3 bölünsün 6. Xaricə çəkilmiş çevrənin radiusu A kök 3 bölünsün 3-dür. Düzgün dördbucaqlı kvadratdır. Kvadratda bayaq dedik. Daxilinə və xaricə çəkilmiş çevrənin radius düsturları budur. Bir dənə qalır düzgün altıbucaqlı. O da altıbucaqlıq hissəsində var. Bunun daxilinə çəkilən A kök 3 bölü 2-dir. Xaricə çəkilən də A-dır. Yəni, tərəfin uzunluğuna bərabərdir. Düzgün çoxbucaqlar. Bir də qeyd edeyim ki, düzgün çoxbucağının xaricinə çəkilmiş və daxilinə çəkilmiş çevrələrin radiusları arasında belə bir əlaqə var. Düzgün çoxbucaqlara məxsusdur bu düstur ancaq. Məsələn, biz bunu başqa çoxbucaqda tətbiq edə bilmirik. Düzgün çoxbucağının xaricə çəkilmiş çevrənin radiusunun kvadratı çıx, daxilə çəkilmiş çevrənin radiusunun kvadratı bərabərdir tərəfin yarısının kvadratı. Burada başqa bir şey qalmadı. Yəni, nəzəri məlumatlar bunlardan ibarət.